Bu hissələrdə saçlarım yox idi. Əgər sizin də saçlarınız tökülürsə, bunun həll yolunu tapmışam. İndi sizə saçımın bir həftə əvvəlki halını göstərirəm. Keçərlilik fərq etdim və bu heç də gözəl bir görüntü değildi. İndi isə bir həftə sonraki halına baxın. Tam bir həftə sonra çəkdim ki, fərq olacaqmı yoxsa yox və bu fərq gözlə görünə biləcək dərəcədədir. Bir həftədə mən bunu almışamsa, düşünün bunun davamlı istifadədə necə də gözəl nəticələr almaq olar. İstifadə etdiyim məhsullar budur. Sırf rozmarin tərkibli olan bu serumu həftədə 2 dəfə saçınızın diblərinə tətbiq eləyirsiniz, saxlayırsınız, sonra isə gedib yuyursunuz saçınızı. Serum həm də sizin saçınızı daha parlaq, daha canlı göstərəcək, çox gözəl də baxım eləyir. Gündəlik olaraq isə saf rozmarin tərkibli bu toni istifadə eləmişəm. Saçımın diblərinə bu formada sıxdım və belə masaj. Əsas da bu keçərləyən hissələrə tətbiq eləyirdim. Baxın, burada saçım yox idi demək olar ki, indi isə qəşəng saçlar çıxardım. Artıq məndə 3-cü şişəsidir. Mən bunu alıram, çox məmnun qalıram. Mən həmişə onsa nəticəni görürdüm, amma mən fərq eləmirdim ki, bu bir həftədə nəticə verir. Ona görə də bu nəticəni görən kimi sizinlə paylaşmaq istədim. Səhifəmdə hər gün yeni bir video paylaşıram. Sən də səhifəmi takib et ki, bunları qaçırmayasan.